Salam. Bu videoda dəyərin 20 aprel keçirtdiyi sınavının izahını verəcəm. Birinci sualda verilib ki, hərfləri düzgün sıralayaraq IP ünvanı bərpa edin. Bilirik ki, IP ünvan bir-birindən 3 nöqtə ilə ayrılmış 4 oyuqdan ibarətdir və biz hər oyuğa 0,255 parçasında bir ədəd yaza bilərik. Və burada variantla yoxlayacağıq. Görək, hansı formada düzsək, bu verilmiş parçada olan ədədi aşmayacaq hər bir oyuq. Məsəl üçün, A variantını yoxlasaq, birinci A-nı verib. Nöqtə 250 ilə başlaya bilməz axı IP ünvan. Əvvəldə bir ədəd olmalıdır, sonra nöqtə qoyulmalıdır. Ona görə A və D-ni avtomatik çıxıram ki, yəni A ilə başlaya bilməz. B-yə baxsam, B variantına. Birinci B-ni götürsəm, 1,6. Sonra A-nı götürsəm, nöqtə 250. A-dan sonra D yazanda 2503 çıxır. Axı biz hər bir oyuğa bu parsada ədəd yazmalıyıq. Ona görə bunu da çıxdım. C-ni yoxlasam, C variantını yəni. Birinci C gəlib 145, sonra nöqtə qoydum. B 1-dir və nöqtə 6 var. D-nin yerinə 3 yazıram. A-nın yerinə də nöqtə 250. Bu elə düz alınır. Yenə də bunda yoxlayacağım. C 145 nöqtədir. A-nın yerinə C-dən sonra nöqtə varsa əgər, sonra A-dan da yenə nöqtə 250, belə ola bilməz axı 2 dənə nöqtə yanaşı düşsün. Ona görə bunu da çıxırıq, elə C variantı düzdür. Tətbiqi proqramı seçin. MS-DOS əməliyyat sistemidir, sistem proqramıdır. Python'da, Assembler'dir, bunlar proqramlaşdırma dilidir. ScanDisk də sistem proqramlara aiddir, amma Access tətbiqi proqramıdır. ABCD 16-lıq say sistemində verilmiş şərti ödəyən bir 4 rəqəmli ədəddir. A say sisteminin ən böyük rəqəmidirsə, deməli onda A F-dir. B ikilik say sistemində 1, 1, 0, 1-ə bərabərdir. Bunu deməli, ikilikdən 16-lığa qaytarsam, 8, 4, 2, 1 ilə birlərin üstünü toplayacağam. 8 ilə 4, 12, üstünə də 1 gələndə 13 eləyir. 13 də D-yə uyğundur. Deməli, B də, yəni D-yə uyğun oldu. C say sistemində 11-ci rəqəmdir. 16-lıq say sistemində ən birinci rəqəm 0 gəlir də. 0 birinci rəqəmdirsə əgər, onda 11-ci rəqəmə də bir vahid özündən az 10 uyğun gələcək. Yəni 0-ı əgər birinci rəqəm kimi götürürəmsə, 11-ci rəqəmə də 10 düşəcək. Təbii ki, 10 16-lıqda A ilə ifadə olunur. D say sisteminin ən kiçik rəqəmidir, yəni 0-dır. Bu 16-lıqdadır deyir. Bu ədədi 8-liyə çevir. Deməli, F, D, A, 0-ı 8-liyə çevirmək üçün əvvəlcə ikiliyə çevirirəm. Hansı ki, 8, 4, 2, 1 qaydası ilə hər bir rəqəmi bu 8, 4, 2, 1-in rəqəmlərinin cəmi kimi göstərirəm. Yəni, F 15-dir də 15-i almaq üçün 8, 4, 2, 1-in hər birindən istifadə edirəm. Ona görə hər birinə 1 yazıram. D-ni alanda 13 olduğuna görə 8 ilə 4-ə, bir də 1-ə 1 yazıram, 2-yə 0. Sonra A 10 olduğuna görə 8 ilə 2-yə 1 yazıram, digərlərinə 0. 0-ı da ki, heç birinin cəmi ilə almadığım üçün hamısına 0 yazıram. Aldığım bu ədədi indi deməli ikilikdən 8-liyə çevirmək üçün 3-3 ayıracam. Bu formada 1, 2, 3 ayıracam. 1, 2, 3. Bu formada 3-3 ayırmalıyam. 1, 2, 3. 1, 2, 3 və əvvəldə tək qaldı. Daha sonra bilirik ki, 4, 2, 1 qaydası ilə çeviririk. Yəni, həmin bu 4, 2, 1-dən hansına 1 uyğun gəlirsə, o 1-ə uyğun gələn rəqəmləri toplayırıq. Burada hamısı 0 olduğuna görə heç birini toplamıram, elə 0-ı verir. Burada 4, 2, 1 yazsam, bir dənə 1-ə uyğun 4 var, bunu götürürəm. 4, 2, 1 yazsam, 1-ə uyğun olan rəqəmləri toplasam, 4 ilə 2-nin cəmi 6-nı verir. Burada 4, 2, 1 yazsam, yenə 4 ilə 2-nin cəmi 6-nı verir. Burada 4, 2, 1 yazsam, birlərin, yəni belə deyək də, uyğun olan ədədlərin cəmi 7-ni verir. Burada da 1 tək qaldığı üçün əvvəlinə 2 0 atıram, yəni 3-ə tamamlamaq üçün. 4, 2, 1 yazanda da buna da 1 uyğun gəlir. 17, 66, 40 olur C variantı. Daha sonra 64. Pythonda yazılmış proqramın nəticəsini müəyyənləşdirin. Burada x-in yerinə deməli 43, y-in yerinə isə 75 yazırıq. 75, 43.
Daha sonra HDF x, y. Bu funksiyanın qiymətini tapmaq üçün yuxarı hissəyə müraciət edirik. Və uyğun olaraq deyək də, yəni 43.75 yazırıqsa, onda A-nın qiyməti olur 43, B-nin qiyməti olur 75. İndi A bərabər A üstəgəl 10. 43-ün üstünə 10 gəlirik, 53 alırıq. B də bərabər olur A vuraq 2-yə. A-nın qiyməti dəyişir deyə dəyişmiş qiyməti götürürük. Yəni 53 vur 2, üstəgəl B-də 75-dir. Bunu vuranda eləyir 106, üstünə də 75-i gələndə eləyir 181. Deməli, onda 181-i, indi return B çıxaq A verilib. B-nin qiyməti 181-dir. A-nın qiyməti də 53-dür. Bunları çıxanda da 8, deməli 128 alacağıq. 128-i onda ən son çağırılan funksiyaya geri qaytarır. Yəni, hədəf 43.75-ə. Əgər bunun qiyməti 128-dirsə, bura yazıram 128. İndi hədəf 75-43-ü bu qaydada tapıram. Bunu silək. Deməli, bu dəfə də 75-43 kimi yazsaq, A-nın qiyməti 75 olur, B-nin qiyməti isə 43 olur. A bərabər A üstəgəl 10, 75-in üstünə 10 gəlirik, 85. B də bərabər A vuraq 2, yəni 85 vur 2, üstəgəl də B 43. Bu bizə verir 170, üstəgəl 43-ü. Bu da eləyir 213. Daha sonra return B çıxaq A-ya görə 213-dən çıxır A-nın qiymətini, yəni 85-i. Bunu da çıxsaq alırıq 8, deməli 10-dan 8, 2 və 128. İndi də 128 aldım. Deməli, yəni return-ə görə bu 128-i geri qaytar həmin funksiyaya. Bunu da 128 almışamsa, yenidən burada bir dənə də funksiya verib, hədəf elə ki 128, 128 alıram. Yenidən bunu tapmaq üçün bir də yuxarı hissəyə müraciət gedəcək. Yəni, son olaraq 128, 128-i hesablayacağıq. Deməli, burada da həm A-nın qiyməti, həm də B-nin qiyməti olur 128. 128-in üstünə 10 gələndə alırıq 138. B də bərabər olur A vuraq 2-yə. 138 vuraq 2, üstəgəl B-yə. Yəni 128-ə. Bunu da 2-yə vuranda 6, 276-nın üstünə gəlirik 128-i. Alırıq 404. İndi 404-dən də bu B-nin qiymətidir də, A-nın qiyməti olan 138-i çıxırıq. Bu da eləyir 266. 266-nı geri qaytarır. Hədəf 128, 128-ə və cavab da elə bu olur. Çünki printə görə 266-nı çapa verir. Sonra bu 64, 65. High Color sistemində kodlaşdırılmış qrafik təsvir bu qədər pikselə malikdir. Bu təsvirin sürəti bu qədər olan modem vasitəsilə nə qədər vaxtda ötürmək olar? Deməli, piksel sayını götürürük. 2/6 vuraq, 2/6. High Color deyirsə rəng dərinliyi 16 bitdir. Yəni 2/4 bit. Onda həcmini, yəni şəklin həcmini 2/16 bit alırıq. T-ni tapanda da bilirik ki, həcmi sürətə bölürük. Həcmi 2/16 bit tapmışdım. Sürəti də 1024 bit böl saniyə verir. 1024-ü də 2/10 kimi göstərsəm, bu da 2/6, yəni 64 saniyə eləyir.
Birinci qrup qəbul imtahanında 260 ixtisas var. Hər bir ixtisası kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Yəni, əlimizdə bu qədər sanki simvollu bir əlifba var. Deyir ki, bir simvol nə qədər yer tutur? Yəni, 260 ixtisas var. Deyir, bir ixtisası kodlaşdırma neçə bit tələb eləyir? Biz də bilirik ki, n bitlə maksimum 2 üstə n sayda simvol kodlaşdırma olur. Əgər 2 üstə n-imiz 260-dırsa, bunu 2-nin qüvvəti kimi göstərəndə 2 üstü deməli 8 ilə 2 üstü 9 arasında yerləşir 260-da. Və biz də bilirik ki, özünə yaxın ən böyük 2-nin qüvvətini götürürük 9 biti. Çünki 8 bitlə, yəni 260-ı kodlaşdırma olmur, yəni çatışmır. Amma 9 bitlə, yəni 260-ı kodlaşdıra bilirik. Hədəf sözü şifrələnərək bu formada, yəni bir şifrə alınmışdır. Buna əsasən əlifba sözünün şifrəsini tap. Burada çox sadə. İlk hərfə baxmaqla, yəni açarı tapmaq olar. H hərfindən i-yə, yəni neçə hərf mövqeyini dəyişib əlifbada baxmalıyıq. Baxaq görək h-dan i-yə keçməsi üçün 1, 2, 3. Deməli, burada k bərabər 3 açarı ilə şifrələnib. İndi əlifba sözünü də deyir, həmin açara görə şifrələn. Ə-dən 3 hərf sonranı tapsaq. 1, 2, 3 h-ya düşür. Sonra l-dan 3 hərf sonranı tapsaq. 1, 2, 3 o-ya düşür. Daha sonra deməli i-dən 3 hərf sonra. 1, 2, 3. 1, 2, 3 q-ya düşür. Və burada deməli c-ni çıxıram, çünki 3-cü hərf h alınıb. Bir də a-nı çıxıram, 3-cü hərf k alınıb. Digərlərində də fərqlilik var. Elə bu hərfi yoxlasam tapılacaq. Deməli, f-dan 3 hərf sonra isə 1, 2, 3 h-ya düşür. H olan variantda bir dənə bu variantdır. Çünki burada 4-cü hərf d-dır, burada isə e-dir. Digərlərini yoxlamıram. Yəqin ki, düz anlar elə eyni açara görə şifrələyəndə. Piko şəbəkə nədir? Bluetooth-pan əslində burada da verir. Personal Area Network, yəni ki, Piko şəbəkə odur ki, 8-ədək aktiv qurğunun qoşula bildiyi şəbəkədir ki, elə bu şəbəkəni Bluetooth-pan kimi adlandırmaq olar. Cədvələ aid olan tag hansıdır? TR tagi təbii ki, cədvəlin sətirlərini göstərmək üçün istifadə olunur. Verilmiş HTML kodu aşağıdakı kodu üçün, daha doğrusu aşağıdakı fikirlərdən hansı doğrudur? 3 sətir və s. neçə sütunu var, yəni bu formada verib. Bilirik ki, TR sətirləri göstərir. Bir TR burada açılıb, burada bağlanırsa, bu bir sətri göstərir. Bir TR burada açılıb, burada bağlanırsa, bu ikinci sətri göstərir. Burada açılıb, burada bağlanırsa, bu da üçüncü sətri göstərir. 3 sətir var. Yəni 3 sətir olanları saxlayıram və bunu çıxıram. Bir də bunu çıxıram. Sütunlar neçə dənədir? Və birinci sətri çəkdik. Bu sətrin birinci xanasına yazacaq 1. İkinci xanasına yazacaq 2. Üçüncü xanasına da yazacaq 3. Deməli, neçə dənə sütun oldu burada? 3 dənə. Deməli, 3 sətir 3 dənə də sütundan ibarət olacaq. Verilmiş cədvəldə A2, D2 diapazonuna görə diaqram qurulub, B1-i tapır. Yəni, bura bir X yazaq. Diaqramda baxırıq ki, 40%, 20, 20, yəni qalanları da 20% verib. Deməli, buradakı 4 xanadan biri digərlərinin, deyək də, 2 qatına bərabərdir. A2-ni tapsaq, B1 vuraq C1 verib. B1-i X kimi götürək, C1-də 3-dür, 3X kimi yazaq. B2 isə bərabərdir. B1 vuraq 2-yə, yəni ki, 2x plus 4 kimi yazacaq. C2-ni tapanda D1-i vururuq 8-ə, yəni 1-i 8-ə vuram 8, üstünə də 4 gəlirəm 12. D2 isə bərabərdir. A2 ilə B2-nin cəminə. Buradan artıq mənə məlum olur ki, əgər D2 bu ikisinin cəmidirsə, deməli bu 40%-ə uyğundur da. Çünki burada ancaq 40% 20 ilə 20%-in cəmi ola bilər. Yəni, ən böyük xana deməli D2-yə uyğun gəlir. Əgər bu 40%-dirsə, qalan bu üçü də bir-birinə bərabərdir ki, hamısına 20% düşüb. Deməli, bu 12-dirsə, bu birlər də 12 olur. Elə 3x-i onda 12-yə bərabər götürsəm, x buradan 4 alınır. X də axı B1-in yerinə yazmışdıq. Deməli, B1-ə 4 yazsaq,
Düzgün diaqram alınır. Bax, yoxlayaq. 4 vuraq C1. Yəni 4 vur 3, bura 12 alınacaq. Bura 4 qaysam, 4 vur 2, 8 üstə gəl 4. Bu da 12. Burada 12 idi onsuz. Bax, 3 dənə 12. Bu da onların 2 qatıda. İkisinin cəmini verəcək A2 ilə B2-nin, yəni 24. Deməli, bu 40% olacaq, qalanları 20%. Yəni cavab olur 4. Bu 71, 72. Verilmiş cədvələ əsasən düsturun nəticəsini tapın. Bilirik ki, nöqtəli vergül iki xananı götürür, qoşa nöqtə isə diapazonu. Yəni A1 ilə B3 xanalarının cəmi A1 5-dir, B3 isə 6-dır. Bunların cəmi bizə verir 11-i, 11 üstə gəl. Sonra B1 C3 diapazonu. B1-dən C3-ə qədər olan xanaların cəmi. 3-ün üstünə 1 4, 4-ün üstünə 6 10, bu 17, 17-nin üstünə də deməli 14 gəlirik. Bu 31, bunu da 11 ilə toplasaq alırıq 42. Deməli ümumi, yəni cavab olacaq 42. Dəqiqə bu neçə idi? Bundan aşağıda yoxdur, yox. 72 idi. 73. 32 kilobaytlıq klasterə ən çox neçə 5 kilobaytlıq fayl yerləşdirmək olar? Ümumiyyətlə, bir klasterə məlumatı bircə dəfə yazmaq olar. Bu, yəni klasterin həcmi istəyir 100 kilobayt olsun, istəyir 4 kilobayt olsun. Fərqi yoxdur. Klasterə əgər bir dənə, məsəl üçün 5 kilobaytlıq fayl yazmısansa, qalan hissəsi boş qalsa belə, yəni o itkiyə gedir artıq. İkinci bir faylı və yaxud eyni bir faylın qalan hissəsini təkrar yazmağa icazə vermir. 3 rəfiqə Leyla, Flora və Əzəmət A-da, UNİEK və BANUM-da 1, 2 və 3-cü kurs tələbələridir. Aşağıdakı şərtlərə əsasən Flora hansı universitetdə neçənci kursdadır? Deməli, verilib ki, UNİEK-də oxuyan birinci kursdur. Bunu saxlayırıq. Ya da belə qoy cədvəllə çəkim səliqəli olsun. Leyla, Flora, bir də Əzəmət. Deməli, universitetdə 3 dənədir. A-da, UNİEK, BANUM, bir də 1, 2, 3-cü kurs tələbəsi var. Deməli, A-da, UNİEK, BANUM, 1, 2, 3. UNİEK-də oxuyan birinci kurs bu heç. Flora A-da da oxumur. Flora A-da da oxumur. Əzəmət isə 3-cü kursdadır. 3-cü kurs. Leyla isə 2-ci kurs deyil. Leyla isə 2-ci kurs deyil. Buradan əslində görünür də, əgər Əzəmət 3-cü kursda oxuyursa, digərlərinə 3-cü kurs üçün minus qoyuram və Leyla da 2-ci kursda oxumursa, eyni zamanda Leylaya 1-ci kurs qalır. Və bizə də əvvəldə vermişdi ki, UNİEK-də oxuyan birinci kursdur. Deməli, onda Leyla UNİEK-də oxuyur. UNİEK-də əgər Leyla oxuyursa, UNİEK üçün digərlərinə minus qoyuram. Həmçinin Leylaya da digər universitetlər üçün. Və burada da qeyd eləmişdik ki, Flora A-da da oxumur. A-da da oxumursa, UNİEK-də oxumursa, onda Floraya BANUM qalır. Yəni, Bakı Ali Neft Məktəbi. Bir də ki, kurs olaraq da ki, birinci kurs çıxmışıq, 3-ü çıxmışıq, 2 qalır. Deməli, Bakı Ali Neft Məktəbi 2-ci kurs olur, B variantı. Floranı soruşur da, eləmi? Bəli. Sonra, kursorun idarə olunma klavişi hansıdır? Page up, yəni bir ekran yuxarı hərəkət etdirir kursoru. Relyasiyalı verilənlər bazası cədvəlinə əsasən birinci kurs tələbələri hansı universitetlərdə oxuyurlar? Birinci kurs tələbələri burada qeyd eləyirəm. Deməli, 3 nəfərdirlər. Həmin şəxslərin ID kodlarını bu tərəfdə axtarıram, yəni tələbənin ID kodu hissəsində. 1101 1101 və oxuduğu universitetin ID kodu 1-dirsə, baxıram ki, Bakı Dövlət Universitetinə uyğun gəlir. Daha sonra növbəti birinci kurs tələbəsi isə 1011-də ID kodu. 1011 1011 olan tələbəyə isə ID kodu 2 olan universitet uyğun gəlir, yəni ASTU. Sonra digər şəxsə baxsaq, 1001 1001.
Bu da ən əvvəldə verilib. Bu da ID kodu 1 olan universitetdə oxuyur. Yəni Bakı Dövlətdə bizə deyir, yəni birinci kurs tələbələri hansı universitetlərdə oxuyurlar? Bakı Dövlət və ASTU. Bakı Dövlət və ASTU olur D bəndi. 76, sonra 77. N dəyişəninin deməli klaviaturadan daxil edilmiş 40 qiymətində nəticəni müəyyənləşdirin. Deməli bu dövrü alqoritmdir və verilib ki, A, yəni 1 kiçikdirmi N-dən 40-dan? Bəli. Bəs A-nı 5-ə böləndə qalıq 0-dırmı? 1-i 5-ə böləndə qalıq 0-dırmı? Xeyr. Onda A-nı 1 vaid artırır. A olur, yəni 1 idi, daha doğrusu olur 2. Buradan, yəni geri qayıdır əvvələ. İkinci dəfə A-nın qiyməti 2-dir. 2 kiçikdirmi 40-dan? Bəli. Bəs 2-ni 5-ə böləndə qalıq 0-dırmı? Xeyr. Onda A-nı 1 vaid daha artırır. 3 olur. Və növbəti dəfə 3 də yəni 40-dan kiçikdir və 3-ü 5-ə böləndə qalıq 0 deyil. Ona görə bir dəfəlik yazıram. A-nı yenə 1 vaid artırır, 4 olur. Bir də geri qayıdır. 4 kiçikdirmi 40-dan? Yenə ödənmir və 4-ü 5-ə böləndə də qalıq 0 deyil. Ona görə 1 vahid daha artırır. Yəni 5 alır. Növbəti dəfə 5 kiçikdirmi 40-dan? Hə cavabı alırıq. Və 5-i 5-ə böləndə qalıq 0-dırmı? Bəli. Onda hə qoluna gəlir, S bərabər S üstəgəl A-nı hesablayır. S-in qiyməti burada 0-dır, A-nın qiyməti isə 5-dir, alır 5. A-nı isə bu dəfə 6 vaid artırır. Yəni 5 idi, olur 11. Geri qayıdır əvvələ. 11 kiçikdirmi 40-dan? Bəli. 11-i 5-ə böləndə qalıq 0-dırmı? Xeyr. Onda 1 vaid artırır, 12 alır. Və bu 5-ə bölünən, belə deyək də, ədəd alana qədər davam edir. 1-1 artırır. 12-ni 5-ə böləndə qalıq 0 olmadığına görə ancaq A-nı 1 vaid artıra bilir. Məsəl üçün, növbəti dəfə 13 olacaq. 13-ü də 5-ə böləndə qalıq 0 deyil. 14 olacaq, onda da ödəməyəcək. Ta ki A 15 olanda 15-i 5-ə böləndə qalıq 0-dırmı? Bəli. Hə qoluna gələcək və S bərabər S üstəgəl A-nı hesablayacaq. S 5 idi, A-nın da qiyməti 15. Toplayanda alırıq deməli 20. A-nı yenə 6 vaid artıracaq. Burada 15 idi, 6 vaid artırıb 21 alacaq. Deməli, növbəti dəfə indi 21-i 5-ə böləndə qalıq 0-dırmı? Xeyr. Bu belə davam eləyəcək. 21-dən sonraki, yəni 5-ə bölünən ədəd nə gəlir? 21-dən sonraki 5-ə bölünən ədəd də olur deməli 25. Deməli 5-in üstünə gəlir 15-i. Sonra üstünə gəlir 25-i. Və bunlar arasında fərq 10-dur. Deməli 25-in üstünə burada 6 gəlib 31 alacaq. 31 kiçikdirmi 40-dan? Hə. 31-dən sonraki 5-ə bölünən ədəd də deməli 35 olacaq. Və aralarındakı fərqə fikir versək 10 artır da. 35-dən sonraki da, yəni 35-dən üstünə 6 gələcək, artıq burada 41 alacaq və 41 kiçikdirmi? Yəni 40-dan biz yox cavabı alıb dövrdən çıxacaq. Elə bu cəmi hesablamalıdır. Bu 20-ni verir. Bu da bizə 60-ı verir. Toplayanda da 80 alırıq. Hadi baxaq. Bəli. Deməli olur A variantı. Alqoritmi icrasından sonra y-in qiyməti 24 olmuşdur. X-in ilkin qiymətini tapın. Bu X-in birinci qiymətidir. Və X-in birinci qiymətinin üzərinə 4 gəldikdə X ikinci bir qiymət alır. Məsəl üçün 3-dürsə, 3-ün üstünə 4 gəlirəm, artıq X yeni bir 7 qiymətini alır. Və təbii ki, yəni alqoritm son qiymətləri götürdüyünə görə X-in ikinci qiymətini 2-yə vurur, Y birinci bir qiymət alır. Sonra Y yenə dəyişdiyinə görə Y ikinci qiymət alacaq və Y-in ikinci qiymətini alması üçün, yəni X-in son qiymətinin üzərinə Y-in son qiyməti, yəni birinci qiymətini gəlib 3 çıxacaq. Bu bizə verəcək 24-dür. Deməli, X2 üstə gəl Y1 çıx 3, 24-dür. Və burada X2-nin yerinə yazsam, X1 plus X2-nin yerinə bəli yazsam, X1 plus 4. Y1-in yerinə isə yazacağım. X2 vurulsun 2. Çıxaq 3 bərabərdir 24-ə.
x1 üstəgəl 4 plus x2'nin yerinə də yazsam x1 plus 4. Bunu vuracam 2'yə. Onda birbaşa mötərizəni açsam 2x1 plus 8 alacam və çıxaq 3. Deməli mənə verəcək 24'ü. Burada x'lar toplasaq 3x1 bərabərdirsə əgər, deməli 8 çıx 3 5 plus 4 9 verir. 24'dən də 9'u çıxacaq. 3x1 əgər deməli deməli x2 plus y1 çıx 3 yazdıq. x2'nin yerinə yazdıq x1 plus 4'ü. y1'in isə yerinə yazdıq x2 vuraq 2'ni və çıxaq 3 bərabərdir 24'ə. x1 plus 4 yerində qalır. Üstəgəl bu deməli x1 üstəgəl 4'ü də 2'yə vuranda 2x2 daha doğrusu 2x1 üstəgəl 8 çıx 3 bərabər 24 aldıq. 8 çıx 3 5 bu da 4 9. Burada 24 deyə. Mən deyirəm bölünən ədəd alınır. 24'dən də 9 çıxanda alırıq 15. x1 də olur onda 5. Bəli, deməli olur D bəndi. Daha sonra 79-cu sualda verilib ki, Pythonda yazılmış proqramın təyinatını müəyyənləşdirin. Deməli, burada n-ə bir qiymət veririk və daha sonra dövrü hesablayırıq. Təbii ki, dövrün daxilində ona böləndə alınan qalıq və tam hissəni götürdüyünə görə ən azı bir 2-3 rəqəmli ədəd daxil etməliyik. Məsələn, 345 olsun ədəd. Və burada birinci dövr belə gedir. 345 bölüdümü 0'dan, bəli. Bəs 345'i ona böləndə alınan qalıq nə qədər eləyir? Deməli, 5. 345'i ona böləndə tam hissə isə alırıq 34. Bəs şərt verilib ki, yəni 0 kiçikdirmi k-dan 5'dən and k-nı 2'yə böləndə qalıq 0'dırmı? Bəli, əslində 0 5'dən kiçikdir, amma 5'i 2'yə böləndə qalıq 0 deyil. Yəni şərt ödənmir deyə geri qayıdır əvvələ. İkinci dəfə isə 34 bölüdümü 0'dan, bəli, k bərabər n-i ona böləndə qalıq 34'ü ona böləndə qalıq 4 qalır, tam hissə isə 3 düşür. Şərt verir ki, 0 kiçikdirmi? Yəni k-dan, k da bizdə 4'dür də, 4'dən və 4'ü 2'yə böləndə qalıq 0'dırmı? Bəli. Deməli, bu həm 0'dan kiçik olmalıdır, götürəcəyim ədədin rəqəmidir də bu k-lar. Həmçinin də cüt olmalıdır, yəni 2'yə böləndə qalıq 0 olmalıdır. Onda m-i k-ya bərabər götürür, yəni həmin o 4'ə. Mən bu 3'ü dəyişdirib bir cüt rəqəm verirəm, görüm, yəni cüt rəqəmlərin içərisindən hansını seçir, yəni kiçiyi yoxsa böyüyü. Burada 3'ləri eləyirəm 2. Bildim ki, onsuz da tək rəqəmlərlə işi yoxdur. Ancaq cütlərin içərisindən nə isə seçəcək. Deməli, növbəti dəfə n artıq belə deyək də 24 olubsa, 24'ü ona böləndə tam hissə 2 düşəcək. Üçüncü dəfə 2 böyüdümü 0'dan həm. 2'ni ona böləndə qalıq 2 düşür, tam hissə isə 0 düşür. İndi m kiçikdirmi k-dan? Yəni 4 kiçikdirmi 2'dən? Yox cavab alıram. End olanda da bilirik ki, bir tərəf yəni ödənmirsə şərt doğru olmur. Və buradan da əvvələ geri qaydanda növbəti dəfə şərt ödənmir də, çünki n-in qiyməti 0'dır. Və deməli m həmin bu ədədin rəqəmlərin içərisindən ən böyük cüt rəqəmi götürdü. Deməli, daxil edilən ədədin ən böyük cüt rəqəmini tapır. Klaviaturadan daxil edilən ədədin ən böyük cüt rəqəmini çapa verir. E variantı. Deməli, bu belə. Daha sonra 79 idi bu. 80'ə baxaq. Verilib ki, n bərabərdir input, deməli, s bərabər boş sətr, for i in, s də bərabər i plus s-dir. Bu hansı ilə ekvivalentdir? Bir dənə sətr götürək. Görək, yəni bu hansı iş icra edir? Bu proqram təyinatı nədir? Məsələn, deməli, A, B, C belə bir sətr olsun. Birinci dəfə i-nin qiyməti n sətrinin ilk elementi olan dırnaqda A olacaq. S bərabərdir i plus s-ə. Yəni, dırnaqda A, üstəgəl s-də dırnaqda heç nə verməyib də. Yəni, dırnaq açılıb, bağlanıb. İki sətri toplayanda da birləşmə olur.
İkinci dəfə i-nin qiyməti olur dırnaqda b, s bərabər olur i plus, yəni dırnaqda b üstəgəl s-ə, dırnaqda a-ya. Bu da bizə b a-nı verir. Üçüncü dəfə i-nin qiyməti dırnaqda c olur, s bərabər olur i plus, yəni dırnaqda c üstəgəl s-ə, dırnaqda b a-ya. Toplayanda birləşmə olur c b a kimi. Və fikir versə, yəni dövr bitir, çünki sətrin elementi qutarıb və s-i çapa verir. Bizə, yəni də mənim götürdüyüm sətr ABC idi, amma CBA kimi çapa verdi. Deməli, tərsinə çevirir də. Yəni reverse. N nöqtə reverse-lə, N nöqtə reverse yox. Reverse axı siyahıdadır. Bu isə sətirdir, yəni reverse ağla gəlir, amma bu olacaq. Çünki sətirlərdə əksini götürmək üçün bu yazılışdan istifadə olunur. A, B, S olanda, elə deyim də, 0, 1, 2 kimi nömrələsəm. Burada başlanğıc və son nöqtə verilmədiyinə görə mənfi bir addımı ilə hardan götürə bilərik simvolları? Axırdan əvvələ. Çünki 2-nin üstünə mən mənfi 1 gəlsəm 1-i alacam. 1-in üstünə mənfi 1 gəlsəm 0-ı. Deməli, birinci, yəni C-ni götürəcək, axırıncı elementi. 2-nin üstünə mənfi 1 gəlib birinci elementi B-ni götürəcək. 1-in üstünə mənfi 1 gəlib sıfırıncı elementi A-nı götürəcək. Yəni bu formada tərsinə düzəcək. Əgər bu siyahı olsaydı, onda N nöqtə reverse götürərdik. Sətr olduğuna görə bu. Mətn redaktorunu seçin. Deməli, C variantı Word, təbii ki, bu şəkil çəkmək üçün də Windows əməliyyat sistemidir. Access verilənlər bazası Excel-də cədvəl prosesor. Hesablayın. Deməli, 5120 kilobayt verilib. Bu, əslində 5 megabaytdır. 3 megabaytdan çıxmaq üçün elə megabayta çevirmək daha yaxşı olar. Çünki kilobayt da megabayta çevirəndə bilir ki, 1024-ə bölürük. Yəni, bu bizə 5 megabayt verir. Burada da çıxaq 3 megabayt var. Bunu da kilobayta çevirmək daha rahatdır. Çünki baytdan kilobayta çevirəndə elə 1024-ə bölürük. Bu da 1 kilobaytı verir. Deməli, 5-dən 3 çıxdım, 2 megabayt aldım. Bunun üstünə də 1 kilobayta gəlirəm. Təbii ki, yəni megabayt kilobaytdan böyükdür deyə megabaytı kilobayta çevirəm. Bu 2048-i verir. Üstünə də 1 kilobayta gəlsəm, 2049 kilobayt alıram. Daha sonra 83-də verilib ki, H məntəqəsindən, yox, A məntəqəsindən H məntəqəsinə neçə müxtəlif yolla getmək olar? Burada bilirik ki, birinci təpədən çıxan tillərin üzərinə 1 yazırıq. Və B-yə bir til gəldiyi üçün B-dən çıxan bütün tillərə 1 qeyd edirik. C-yə gələn tillərin üstünü toplasam 2 alıram və C-dən çıxan tillərə 2 yazıram. D-yə gələn tillərin üstünü toplayanda 3 alıram, D-dən çıxan tilə 3 yazıram. Y-yə gələn til bir dənədir, bir dənə də Y-dən çıxacaq. G-yə gələn 2 dənədir, 2 dənə G-dən çıxacaq. Deməli, F-ə gələnləri toplasam 3 plus 1, 4 alıram. K-ya gələn 2-dir, 2 də çıxacaq. Burada da 2, 2, 4, o da 4, 8 eləyəcək. Sonra Pythonda yazılmış proqramın nəticəsini müəyyən edin. Təbii ki, aşağı hissədən alt proqram hissəsinə başlayıram. Burada i-nin qiyməti A siyahısının elementi olan 15 olacaq. Daha sonra belə bir funksiya verilib, G, F, N kimi. i-ni 10-a böləndə tam hissə, 15-i 10-a böləndə tam 1 düşür, 15-i 10-a böləndə qalıq da 5 düşür. Deməli, əslində məntiqi buradan tutdum ki, bu iki rəqəmli ədədin birinci və ikinci rəqəmlərini götürür, burada parametr kimi yerinə yazır və deyir ki, bu 30-dan böyükdürmü? Təbii ki, bilmirəm, ona görə bu hissədən tapmalıyam. Deməli, 1, 5 uyğun olaraq burada A-ya 1 düşür, B-yə də 5 düşür. Hesablasaq, A vuraq 2. 1-i 2-yə vuranda 2 alıram. B bərabər B vuraq 3. 5-i də 3-ə vuranda 15 alıram. Deməli, 2 üstəgəl 15-i, yəni 17-ni bu funksiyaya geri qaytarır. Deməli, 17 böyükdürmü 30-dan? Burada yox cavabı alıram. Və 1-i üçün, yəni if ödənmir də, artıq 17 30-dan böyük deyil deyə geri qayıdır əvvələ. Növbəti dəfə i A siyahısının növbəti elementi olan 24-ü götürür. Eyni prosesi bu element üçün təkrarlayır. Mən bunu bir-bir yazmıram, məntiqi tutmağa çalışıram. Belə ki, hamısı 2 rəqəmlidir axı. 2 rəqəmli olduğuna görə burada ədədin birinci və ikinci rəqəmləri alınacaq parametr kimi. Necə ki 15-də 1, 5 alınmışdısa, 24 olanda da burada deməli 2 ilə 4 alınacaq. Və neynir burada? Birinci rəqəmi götürür 2-yə vurur, yəni 2-ni 2-yə vurur 4.
Bunun üstünə gəlir, B-ni də 3-ə vurur. 4-ü 3-ə vurur 12. Yəni bu 16-nı çünki geri qaytaracaq buna. 16 böyükdür 30-dan yox cavabı alacaq. İndi artıq tezləşdirirəm. Bu A-nın elə ki bu B-nin qiymətidir də. 3-ü 2-yə vurdum 6, üstünə gəldim B-ni. B də 9-dur, 9-u 3-ə vurdum 27. Bu isə 33-ü verir. Deməli, bəli, 33 30-dan burada böyükdür deyə S bərabər S üstəgəl i-ni hesablayacaq. Yəni 0 üstəgəl i-nin qiyməti də neçəyə uyğun idi? 39-a. Növbəti dəfə bu A, bu B olsa, 7-ni 2-yə vuranda 14 alacaq. Bunun üstünə gələcək. 8-i 3-ə vuranda 24. Bu da 38 eləyir, 30-dan böyükdür. Onda deməli S üstəgəl i-ni hesablayacaq. Növbəti i-nin qiyməti də 78. İndi 81-də yenə bu A, bu B olsa, 8-i 2-yə vuranda 16 eləyir, amma 1-i 3-ə vuranda 3 eləyir və bu da böyük deyil 30-dan, şərt ödənməyəcək. Deməli, ancaq 39 ilə 78-i toplayacaq. Bu da bizə verəcək 117-ni. Deməli, sonra 85 Python dilində yazılmış proqramın nəticəsini müəyyənləşdirin. Burada i-nin qiymətləri indi 0 yazılmayıb, amma 0-dan len-aya deməkdir bu yazılış. 0-dan len-aya qədər dəyişir. Len-a nə qədər olursa olsun, bilirik ki, bu indeksdən bir vahid çoxdur da. Ona görə də elə axırıncı indeksə qədər bir-bir elementləri götürəcək. i-nin ilk qiyməti olacaq 0. Və şərt verib ki, A-da 0-cı elementi 10-a böləndə alınan qalıqla A-da 0-cı elementi 10-a böləndə alınan tam hissənin, yəni bu cəmin 2-yə bölünməsindən alınan qalıq 0-dırmı? Və baxıram ki, yenə də siyahının elementləri hamısı 2 rəqəmlidir. Məsəl üçün, bir dənə 12-ni götürək. 12-ni i0 olanda A-da 0-cı element 12-yə düşür. 12-ni ona böləndə qalıq 2-ni verir. 12-ni ona böləndə tam hissədə 1 düşür. Bu cəmdə 3-ü verir də. 3-ü 2-yə böləndə qalıq 0-dırmı? Xeyr. Və artıq buradan mənə məlum olur ki, birinci ilə axırıncı rəqəminin cəmini 2-yə böləndə qalıq 0-dırsa şərt onda ödənir. 2 ilə 4-ün cəmi 6-dır da. 6-nı 2-yə böləndə bəli, qalıq 0-dır. Onda K-nı hesablayır. K 1 idi, üstünə də 1 gəlib 2 alır. Deməli, 4-ün üstünə 2 6 eləyir. 6-nı 2-yə böləndə bəli, qalıq 0-dır. Onda K-nı bir də hesablayır, bir vahid artırır. 1 ilə 0-ın cəmi 1 eləyir, amma 1-i 2-yə böləndə qalıq 0 deyil, şərt ödəmir yəni. 1-in üstünə 2 3 eləyir, 3-ü də 2-yə böləndə qalıq 0 deyil. 2-nin üstünə 6 8 eləyir, 8-i 2-yə böləndə qalıq 0-dır. Onda bir vahid artırır. Deməli, 3 ilə 4-ün cəmi 7 eləyir, 7-ni 2-yə böləndə qalıq 0 deyil. Deməli, K olur 4, yəni 4 qiymətini çapa verir. A və B üçün hansı variantlar daxil edildikdə proqram hə, yəni qiymətini çapa verər. Yoxlayaq, biri üçün yoxlasaq aydın olar. Deməli, A 5, B-ni də 13 götürsək. A üstəgəl B, 13-ün üstünə 5 eləyir 18, 18-i 3-ə böləndə qalıq 2-dirmi? Xeyr. 18-i 3-ə böləndə qalıq 0-dır. Amma or olduğuna görə bu tərəfi də yoxlayıram. Çünki bilirəm ki, or olanda iki tərəfdən biri doğru olsa şərt ödənir. Ya iki tərəf də düz olsun, ya da bir tərəf düz olsun. A vuraq B, 13-ü 5-ə vuranda 65, 65-i də 5-ə böləndə tam hissə 6-dan kiçik deyil, yəni. Hər iki tərəf ödənmir deyə, yəni burada artıq əks haldaya gedir də, yox sözü çap olunur. Mənə isə soruşur ki, hə sözü hansı hallarda çap olunur? Ona görə biri çıxdım. 3 və 8 qoysam, deməli 3 ilə 8-in cəmi eləyir 11. 11-i 3-ə böləndə qalıq 2-dir. Elə bu ödəndisə heç bu biri tərəfə baxmıram. Hər sözü çap olunur. Deməli burada 2 ilə 15 qoysaq, 2 ilə 15-in cəmi 17. 17-ni də 3-ə böləndə bəli qalıq 2-dir. Burada da bir tərəf ödəndiyinə görə heç bu biri tərəfi yoxlamıram. Burada da ödənir. 6 7 qoysam, 6 vur 7 42. 42-ni 3-ə böləndə yəni qalıq 2-dirmi? Xeyr. Amma or olduğuna görə bu tərəfi yoxlayıram. 6 dəfə 7 42. 42-ni 5-ə böləndə tam hissə kiçikdirmi 6-dan? Xeyr. 8 alınır. O da 6-dan kiçik deyil. Burada ödənmir. Çünki hər iki tərəf yox alınır. 3 ilə 9-u yoxlasam, 3 ilə 9-un cəmi 12. 12-ni 3-ə böləndə qalıq 2-dirmi? Xeyr. Bu tərəfi yoxlayım. 3-ü 9-a vuranda 27 alıram. 27-ni 5-ə böləndə alınan tam hissə, deməli 5 düşür. 5 kiçikdirmi 6-dan? Hə alıram. Bir tərəf ödənibsə, deməli şərt doğrudur. Onda 2, 3, 5 alınır.
Uyğunluğu müəyyən edin. Teqlər bilirik ki, haşer teqdir, bəli. TD də teqdir. Amma CRC image teqinin atributudur. Bu iki color da body teqinin atributudur. 2-yə də olur BD. 1-ə AC, 2-yə də atribut BD. Bəli. Deməli 88-ci sualda isə verilib ki, ilk 100 natural ədədin ilk 100 natural cüt ədədləri çapa verən blok sxem qur. Birinci analiz elə. İlk 100 cüt natural ədədlər hansılardır? Təbii ki, natural dediyinə görə 2-dən başlayır. 2, 4, 6, 8 və s. 100-ə qədər. Yəni ilk 100 cüt natural ədədi çapa verməlidir. İlk 100 cüt natural ədəd. Deməli, onda burada biz dövrün başlanğıcı kimi götürəcəyik i-nin qiymətini 2. Və burada dövr gedəcək 100 dəfə biz dövrü aparmalıyıq. Amma 100 dəfə dövr getməlidir. Yəni, ilk 100 cüt natural ədəd deyir. Məsəl üçün, 2, 4, 6, 8 bu formada gedəndə 100-ə qədər 100 dənə cüt ədəd alınmır. 100-dən sonra da davam eləyir də. Deməli, onda biz dövrlərin sayı üçün əvvəldə bir dənə S bərabər 1 yazaq. 100 dəfə dövr getməsi üçün bura yazıram ki, S kiçikdir, bərabərdirsə 100-dən, hər qoluna gəl. Yəni 100 dəfə dövr getsin deyə. Və burada i-nin qiymətini çapa versin də ilk, yəni cüt natural ədədi. Və i-nin qiyməti 2 artmalıdır. i üstə gəl 2 yazıram. Ki, növbəti dəfə 4-ü götürsün. S-in də qiyməti S plus 1 vaid artsın. Yəni 100 dəfə dövr getsin deyə. 1-dən 100-ə qədər 1 artırsa S, burada 100 dəfə dövr gedir. Yəni 100 dənə elə ki, cüt natural ədədi çapa verir ilk. Buradan geri qayıdacaq əvvələ. Yox, qoluna da çıxıb sonlanacaq da. Axırda print yazmırıq da. Əvvəldə də başlanğıc. Klaviaturadan daxil edilmiş mətndə bütün i simvollarını silən proqram yazın. Sətir tipli element daxil eləmək üçün n bərabər bilirik ki, input yazırıq. Və bu sətrin simvollarını bir-bir mən götürüb yoxlamalıyam ki, hansıları i-dir. Yəni, çünki mənə i-lər burada lazım deyil də, i-ləri silməliyəm. Ona görə bir-bir simvolları yoxlayacağam deyə for i in n yazıram. Bax ki, belə bir sətirdir də. A, I, B, C, D, I, belə bir sətirdir. Lap burada çaşmayaq deyə bu i-ni x kimi dəyişim. Fərqi nədir? Parametrdir də. X-in qiymətləri burada n sətrinin simvollarıdır. Yəni A-nı, i-ni, B-ni, C-ni, D-ni, i-ni bir-bir götürür. Mən bunları buradan silsəm, necə silə bilərəm? Bunu ən yaxşısı silmək üçün odur ki, əgər bu x i-dən fərqlidirsə, yəni i-yə bərabər deyilsə, qalanları elə sətir tipində toplasın da, i-ləri çıxsın, qalanları sətir tipində toplayanda yenə birləşmə yaranacaq, sadəcə i-lər olmayacaq. Ona görə şərti belə qoyuram ki, əgər bu x fərqlidirsə dırnaqda i-dən, sətir tipində toplamaq üçün əvvəldə s bərabər dırnaq açı bağlayıram, yəni boş bir sətir götürürəm. Burada yazıram s üstə gəl i, x daha doğrusu. Deməli, x-in birinci qiyməti olur, məsəl üçün, dırnaqda A. Deyir, dırnaqda A fərqlidirmi i-dən? Hə, onda dırnaqda boşluğun üzərinə dırnaqda A-nı gəlir. Sonra deyir, i-dir də qiyməti. I fərqlidirmi i-dən? Yox cavabı alır, geri qayıdır. Yəni, görürsünüz, i-ni götürmədi. Növbəti dəfə x-in qiyməti dırnaqda B olur. Fərqlidirmi i-dən? Hə, s-in üstünə, yəni A-nın üstünə x-i gəlir, B-ni. Beləliklə, A-dan fərqli olan simvollar yanaşı formada, yəni düzüləndə i-lər oradan çıxır da, silinir. Bundan sonra da dövrdən çıxır və S-i çapa verir. Sonra daxil edilmiş natural ədədlərdən ibarət 10 elementli A siyahısının elementlərini ardıcıl olaraq 2-2 cəmləyərək yeni 5 elementli bir B siyahısı yaradan proqram qur. Ümumiyyətlə 10 elementli olan bir siyahı yaradırıq və
E, deyir klaviaturadan daxil edilmiş natural ədədlərdən ibarət olan elementli siyahıdır. Deməli, bu siyahının elementlərini bir-bir daxil etməliyiksə, burada 10 dəfə dövr gedir. Və dövrlərin sayı bizə məlum olduğuna görə for dövründən istifadə edirəm. For in range 1-dən 11-ə qədər yazıram ki, 10 dəfə dövr getsin. Əvvəldə də bir dənə A siyahısı götürürəm, boş bir siyahı. Bura yazıram x bərabərdir int input. Yəni 10 dənə x ədədi daxil eləyəcəm də, dövr gedəcək. Hər dəfə x-a qiymət verəcəm və bu daxil etdiyim x-ları A siyahısına yığacam. A nöqtə appendlə. A nöqtə append x. X-ları A-ya yığanda 10 elementli bir siyahı alınır. Məsəl üçün, belə bir siyahıdır da A siyahısı. 1, 3, 5, 2, 4, 6 belə bir siyahıdır və s. 10 dənədir elementi. Deyir ki, burada bu elementləri ardıcıl olaraq 2-2 cəmlə. Məsəl üçün, 1 ilə 3-ü cəmlə 4 al, 5 ilə 2-ni cəmlə 7 al, 4 ilə 6-nı cəmlə 10 al və s. Bu cəmləyəndə artıq 10 elementi 2-2 cəmləyəndə 5 element alınırdı. Həmin o 5 elementi B siyahısına yığ. Deməli, burada bir dənə boş bir B siyahısı yaradıram. Artıq A siyahısı hazırdır da, elementləri var. İndi A siyahısının elementlərini bir-bir götürüb onları 2-2 cəmləyib B-yə yığacam. Sadəcə burada artıq fikirləşməliyəm ki, necə yığa bilərəm. Bunları indeksləsəm 0, 1, 2, 3, 4, 5 və s. kimi. Baxıram ki, burada 0-cı elementi əgər götürsəm, yəni 1-i və 0-cı elementin üstünə 1 gələndə artıq 1-ci elementi 3 olacaq da. Bu ikisinin cəmi verəcək 4. Növbəti dəfə 2-ni götürüm, indeksi 2 olan. İkinci element olsun 5, 2-nin üstünə 1 gəlib 3-cü elementi götürüm. Deməli, mənə burada ancaq cüt indeksli simvollar lazım olacaq. Çünki növbətini həmin o indeksin üstünə 1 gəlməklə ala bilərəm. Ona görə, əgər sətirlə, yəni indeksə müraciət varsa, bu yazılışdan istifadə edirik. For in range 0-dan len A-ya qədər. Sadəcə burada belə bir şey də var ki, biz cüt indeksli simvolları götürürüksə əgər 0, 2, 4 kimi, onda burada bir dənə vergül 2 yazaram. Bu addımı göstərir. Yəni 0-dan axıra qədər simvolları 2-2 götürəcək indeksləri. Bilirik ki, len A, yəni axırıncı simvolun indeksindən bir vahid çox olduğuna görə, axırıncı indeksə qədər simvolları 2-2 götürəcək burada i-nin qiyməti. Və burada bir dənə cəm üçün dəyişən götürürəm, C dəyişəni. Artıq belə yazacam da, A-da i-nci elementlə A-da i plus 1-ci elementin cəmini hesabla. Məsəl üçün, i-nin qiyməti 0 olanda A-da 0-cı element düşəcək 1-ə, 0 plus 1, yəni birinci element də düşəcək 3-ə. Yəni, məqsəd bu 0, 2, 4-ü götürməkdə odur ki, onsuz da bu 0-ı götürmüşəmsə, birinci elementi də, yəni 0-ın üstünə 1 gəlməklə, belə yazmaqla ala bilərəm. Növbəti dəfə artıq i-nin qiyməti 0-dan sonra 2 olacaq da, çünki üstünə 2 gələndə 2 addımı ilə 2-yə gedib düşür. Və 5 ilə, yəni 5 ilə 2 plus 1, 3-cü element, yəni, məsəl üçün, bilməm neçə yazmışam bura, 2-nin cəmini hesablayacaq. Bu qayda ilə 2-2 cəmləyəcək, bu C-ləri də B-yə əlavə etməlidir də, yazıram B nöqtə append C və axırda həmin bu B siyahısını çapa verir.